Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardıma xidmətinə müraciət edilibdir. Bu rəqəm sakiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir. Sakiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sakiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım alınır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sakiz heyvanların sakinlər üçün ciddi problemlər yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu problemin həlli üçün bir neçə təklifləri irəli sürmək istərdim. Sakiz heyvanların təhlükəsini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır və ya sakiz heyvanların haqqında yeni qanun hazırlanması çox vacibdir. Sakiz heyvanlar üçün mütəmadi sığınacaqlar yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər. Sakiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peynətlərin icrası bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər.